Salamlar, vaxtınız xeyir. Mən Seyfullah Əlizadə. Bugün sizə Photoshopda belə bir orijinal şəkildə necə belə effekt veriləcəyini öyrədəcəm. Vaxt itirmədən dərsə başlayaq. İlk öncə şəklimizi Photoshopa daxil etdikdən sonra buradan Select, Color, Range buna vururuq. Burada isə Shadow yazılır. Bu kölgələr deməkdir. Kölgələri vurduqdan sonra gördüyünüz kimi kölgələri qeyd etdik. Sonra bunun kopyasını çıxardıq. Ctrl-C, Ctrl-V. Gördüyünüz kimi kölgələrin kopyasını çıxartdıq. İndi isə yenə eyni ilə orijinal layerin üstündə saxlayıb Select, Color, Range. Oradan isə Midtones qeyd etdik. OK. Yenə eyni ilə Ctrl-C, Ctrl-V. Gördüyünüz kimi hazır. İndi isə bunun rəngini dəyişək. Edit, Fill. Buradan isə 50% gray. OK. Kölgələrin rəngini isə qara dizdim. Gördüyünüz kimi hazır. İndi bu iki layeri birləşdirək. Ctrl düyməsini sıxılı saxlayıb layer ikinci düyməni 2-yə vurur. Gördüyünüz kimi iki layeri qeyd etdi. Sonra isə bunları birləşdirək. Mouse'un sağ düyməsini çakılladıb layer birləşdirək. Layer birləşdi. İndi isə yazımızı yazaq. Deməli, burada yazımı qeyd edək. İndi hər hansı bir sözlər olsun. Bunun üçün copyright edək. Hər hansı bir yazıları. Ondan sonra isə buraya yapışdıraq. Sonra bu yazıları biraz çoxaldaq. Gördüyünüz kimi yazılar hazır. İndi isə bu yazıların kopyalarını çıxardaq. Deməli, alt düyməsini basılı saxlayaraq gördüyünüz kimi mouse'a diqqət yetirin. Orada alt düyməsini basılı saxlayanda bunların kopyasını çıxartmaq asan olur. İndi mouse'la basılı saxlayıb alt düyməsini kopyasını çıxardıq. Gördüyünüz kimi kopyaları belə rahat çıxarda bilərik. İndi isə bunlar hazır. Yazıları çoxaldıq. Gördüyünüz kimi layerləri də çoxaldıq. İndi bunları birləşdirək. Yeni bir layer açıq. Burada sonuncu, axırıncı layerin üstünə gətirib Shift düyməsini basılı saxlayaraq vururuq və gördüyünüz kimi layerlər qeyd olundu. İndi bunları birləşdirək. Açdığımız yeni layerin üzərində sağ düyməni vurub Marquee Layers. Buna vurun, gördüyünüz kimi layer birləşdi. Belə. İndi isə bir mask yaradaq. Onu necə edək? Layerin üzərində Ctrl-A düyməsini vurun, gördüyünüz kimi qeyd olundu. İndi isə mask. Buna vuraq. Gördüyünüz kimi yeni bir mask açıldı. İndi bu şəklin kopyalayıb oradasın. Ctrl yenə eyni ilə O düyməsini vurub. Gördüyünüz kimi şəkil qeyd olundu. Ctrl-C. İndi isə maskın üzərinə vurub altı basılı saxlayaraq layerə vuraq. Gördüyünüz kimi açıldı layer. Ctrl-V yapışdırdıq. İndi bu xətləri yox etmək üçün boş bir yerdə vurursunuz. Gördüyünüz kimi yox oldu. Ctrl-A düyməsini vururuq. Invert edirik. Gördüyünüz kimi belə bir effekt alınacaq sizdə. İndi isə gördüyünüz kimi yazılar qeyd olunur. İndi bu yazıların rəngini dəyişək. Buradan layerin üzərində iki dəfə çakıladaraq aça bilərsiniz bunu. Gördüyünüz kimi burada Gradient Overall yazılır. Burada daxil oluruq. Buradan isə rəng seçək. Gördüyünüz kimi yazıların rəngi dəyişildi. Buradan isə Blend modu Screen edirik. OK. Və yenə yeni bir layer açıq. Burada yeni bir layeri ağ rəngdə etməliyik. Bunun üçün
brush tool'dan istifadə edirik. Gördüğünüz gibi burada rengi koyaq və sağ düyməsini çatladırıq, böyüdürük. Gördüğünüz kimi hazır. İndi isə biraz şəkildə elə edək ki, gözlər, saçlar biraz görsənsin. Bunun üçün burada qara rengi koyuruq və brushımızı biraz dalgalandıraq. Burada fikir verin, biraz kəskin oldu. Bunu zəif etmək üçün burada faizini azaldaq. 33% normal. Gördüğünüz kimi gözler biraz görsənir. Gördüğünüz gibi şekilde böyle bir efekt verir. Orijinal şekil